payız günündə hər birinizi ürəkdən salamlayırıq. Əslində məhsuldarlıq payıza aid edilsə də, payızı məhsuldar edən bizik, yəni insanlar. Axı insan əməksevər olmasa, fəslin nə fərqi var? Bütün fəsillər məhsulsuz qalacaq. Elə deyilmi? Bizim də bu dəfəki vakansiya boğçamız olduqca məhsuldardır. Başlayaq qızıl payızın çox yaraşdığı Oğuzdan. Oğuzda yerləşən CPC MMC anbar müdürü axtarışındadır. İş 5 günlük qrafiklədir, maaş isə 400-500 manat aralığındadır. Şirkət istəyir ki, bu vakansiya üçün müraciət edən şəxsin yaşı 22-dən çox, 64-dən az olsun. Bir də ki, əsas məsələ, gərək ki, təhsiliniz ali olsun. Goranboyda yerləşən Resant Group MMC isə qeydiyyatçı axtarışındadır. Bu vakansiya üçün peşə təhsilinizin olması arzu olunandır. Yaşınız isə 18-dən çox, 25-dən az olmalıdır. Əziz işsiz və iş axtaran Qəbələ sakini, yaşın 30-u keçibsə və iş tapmaq üçün ümidini itirmisənsə, buyur. 400-430 manat maaş aralığında sağıcı vakansiyası üzrə iş var. İşi təklif edən şirkət isə Qəbələ Agropark MMC-dir. Hacıqabulda yerləşən Elberg MMC isə mühafizəçi axtarışındadır. Bu vakansiya üçün müraciət edən şəxsin yaşı 18-dən çox, 60-dan az ola bilər. Ali təhsil tələbi yoxdur, maaş məsələsini isə şirkət işə götürəcəyi şəxslə öz arasında danışaraq razılaşmaq istəyir. Sonda bir daha qeyd edək ki, bu vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filialına yaxınlaşa bilərsiniz. Növbəti vakansiyalarla görüşənədək. Hələlik.